Heç vaxt pələngə inanma. Kömək edin, kömək edin. Onun fəryadını ancaq bir nəfər eşitdi. O da bazara gedən tacir idi. Tacir dağ yolu ilə öz ədviyyatlarını bazara aparırdı. Tacir ətrafa boylandı. Görəsən kömək istəyən kim idi? Birdən cığırın kənardakı dərin quyunu gördü. Quyunun dibində bir pələng var idi. Yalvarıram, mənə kömək edin. Quyuya düşmüşəm, çıxa bilmirəm. Mən ac-susuzam, özdə çox qorxuram. Yalvarıram, bu quyudan çıxmağa kömək edin. Heç vaxt sizin bu mərhəmətinizi unutmaram. Pələng lap axıra qədər çıxıb oradan bir yerə tullandı. Tacir də gülümsədi. O etdiyi yaxşılığa görə sevinirdi. Qəfildən pələng tacirin üstünə atıldı. Onun arxası üstə yerə yıxıb ağzını geniş açdı. Əlbəttə, quyudan qurtulmaq çox gözəldir. Ancaq səni yemək daha da xoş olacaq. Məni yemək? Axı məni niyə yeyirsən? Mən ki səni xilas etmişəm. Hə, sən mənə kömək etdin. Ancaq indi mən azadam. Artıq xilaskara ehtiyacım yoxdur. Çox acam. Buna görə də səni yeyəcəyəm. Axı bu ədalətsizlikdir. Axı mən sənə yaxşılıq edib quyudan çıxarmışam. Sən yaxşılığa yamanlıqla cavab verə bilməzsən. Heç mən ədalətli olmaq fikrində deyiləm. İndi yalnız tox olmaq istəyirəm. Yaxşılığa yaxşılıqla cavab vermək lazımdır. Yamanlıqla yox. Sənin bu mübahisə mənim iştahımı küstürür. Səsini kəs, sakit dur ki, mən səni rahatlıqla yeyim. Yox, mən susmayacağam. Bu haqsızlıqdır. Yaxşılığa yamanlıqla cavab verə bilməzsən. Mən pələngəm, nəhəngəm, iti dişlərim var. Nə istəsəm edərəm. Səsini kəs. Yaxşı, mən sakit duraram və rahatca məni yeməyinə də imkan verərəm. Amma bir şərtlə. Gərək bizim aramızdakı mübahisəni başqa biri də dinləsin. Kimdən soruşa bilərik? Kəl, bizim mübahisəmizi həll edə bilərsən? Çalışaram. Beləliklə pələng quyuya düşdüyünü, köməksiz qaldığını danışdı. Tacir də pələngi necə xilas etdiyini söylədi. Pələng dedi ki, indi tacir yemək niyyətindədir. Çünki acdır. Tacir isə bunun ədalətli olmadığını deyirdi. Çünki onun fikrincə yaxşılığa yamanlıqla cavab vermək olmaz. Həyat onsuz da ədalətsizdir. Mənim həyatımda yaxşılığa yaxşılıq cavab verən olmayıb. Bütün ömrüm boyu sahibim üçün çalışmışam. Amma bax, gəlib keçdim. Mən artıq qocaldım. Sahibim də məni qəssabın yanına apardı. Onlar məni kəsib yeyəcəkdilər. Elədiyim bütün yaxşılıqların axırda yamanlıq gördüm. Odur ki, yaxşılıq edənə yamanlıqla cavab vermək olar. Pələng də öz xilaskarını yeyə bilər. Pələng qəhqəhə ilə güldü. Dayan. Bu ancaq bir heyvanın fikri idi. Biz başqa birindən də soruşmalıyıq. Əgər desələr ki, həyat özü ədalətli deyil, səsini kəsəcəksən, yaxşılığa yamanlıqla cavab vermək olar desələr, sakitcə səni yeməmə icazə verəcəksən? Hə, əgər yenə yaxşılığın əvəzinə pislik etməyi ədalətli hesab edən olsa, məni yeyərsən. Ondan sonra səni rahatca yeyə biləcəyəm. Biz şam ağacından soruşa bilərik. Şam ağacı, bizim mübahisəmizi həll edərsən? Tacir və pələng yenə hər ikisi öz hekayəsini ağaca danışdı. Hər şey danışandan sonra pələng dedi. İndi sən də bu axmaq taciri başa sal ki, həyat ədalətli deyil. De ki, yaxşılıq edənə yamanlıqla cavab vermək olar. Ancaq mənim həyatım boyu yaxşılığa yaxşılıqla cavab verildiyini görmüşəm. Bax quşlara, öz budaqlarımda yuva qurmağa və balalarımı böyütməyə icazə verirəm. Sonra da quşlar mənim qozalarımı özləri ilə uzaqlara daşıyır və beləliklə dağın hər tərəfində övladlarım boy atır. Quşlara nə qədər çox yaxşılıq etsəm, onlar da bunun əvəzinə yaxşılıqla qaytarırlar. Yəni həyat çox ədalətlidir və pələng öz xilaskarını yeyə bilməz. Şam ağacı sözünü bitirən kimi tacir pələngə gülümsəyib dedi.
İndi məni buraxmalısan. Axı kəl də səni yeyə biləcəyimi demişdi. Şam ağacı isə dedi ki, yeyə bilməzsən. Biri hə dedi, biri yox. Onlar bizim mübahisəmizi tam həll edə bilmədilər. Mübahisəni həll etmək üçün başqa birindən də soruşmalıyıq. Beləliklə tacirlə pələng yenə eyni vəziyyətdə xilaskar adam yerdə nankor pələng isə onun boğazına yapışaraq gözləməyə başladılar. Ay Dovşan, bizim aramızdakı mübahisəni həll edərsənmi? Dovşan qardaş, ay Dovşan, bizim aramızdakı mübahisəni həll edə bilərsənmi? Sakit olun. İkiniz də birdən danışırsınız deyə mən heç nə başa düşə bilmirəm. Bunu eşidən pələng, tacir hər şeyi başdan danışmağa başladılar. Onlar sözünü bitirəndən sonra Dovşan dedi. Görək hər şeyi düz başa düşmüşəm. Deməli tacir quyuda idi, pələng də ağacın başında. Yox. Mən də quyuda cırırla idim. gedirdim. Bağışlayın. Amma mən yenə də heç nəyə başa düşmədim. Məncə danışmaq əvəzinə göstərsəniz daha yaxşı olar. Bu mübahisə başlamazdan əvvəl siz harda idiniz? Mümkünsə ikiniz də mənə harada olduğunuzu göstərin. Pələng taciri buraxıb tez quyuya tullandı. Bəs siz qarşılaşanda bu ağac quyuda idi? Yox. Onda ağacda çıxarın. Beləliklə pələng quyunun içində ağacı itələdi, tacir də yuxarıdan çəkdi və onlar ağacı quyudan çıxardılar. İndi pələng əvvəl kimi quyudan çıxa bilməzdi. Bunu görən Dovşan tacirə baxıb dedi. Hələ də mənim məsləhətimə ehtiyacım var. Axı bu ədalətlidir. Məncə sən sadəcə pələngi quyuda qoyub getməlisən. Yaxşılığa yaxşılıqla cavab vermək lazım deyil. Bu kimə yaxşılıq etməyindən asılıdır? Dovşan tullana oradan uzaqlaşdı. Tacir ədviyyatlarla dolu torbasını götürüb yoluna davam elədi. Yol boyu öz-özünə deyirdi. Bir də heç vaxt pələngə inanmaram. Pələng isə quyuda oturub fikirləşirdi. Görəsən indi kimdən kömək istəyə bilərəm?